Salam əziz şagirdlər, videoya xoş gəldiniz. Bugün 27 apreldə düşən suallara baxacağıq. 27 aprel 2025-in imtahanıdır bu. Gələcək illərdə baxan uşaqlar üçün də deyək. Başlayaq suallarımıza. Maraqlı suallar var. Onlayn dərslərə qoşulmaq üçün buradakı WhatsApp nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Gəlin başlayaq birinci sualımızdan. Bizə deyir ki, qrafika əsasən düz xəttin bucaq əmsalını tapın. Biz bilirik ki, uşaqlar k bərabərdir tangens alfa. Burada sadəcə bunu bilsək bizim üçün yetərlidir. Baxın, fikir verin, burada bir qarşı katet var. Yenidən burada şəkli çəkəcəm. Belə bir şəkil olsun. Bax, bu məsafə var. Bizdəki alfa bu alfadır. Bu məsafə 4 santimetrdir. Yəni 4 santimetr deyirəm, fərq eləmir. 4 vahiddir, 0-dan 4-ə. Buradakı məsafə isə 2 vahiddir. Düzdür? Burada 2-dir. Tangens alfa nə idi? Qarşı katet bölünsün bitişik katet. Yəni 4 bölünsün 2 bizim k-mız elə 2 oldu. Əslində bəsit bir sualdır, amma bunu bilə bilməyən uşaqlar ola bilər. Bunun bir də başqa bir üsulu var idi. Amma bizim burada 2 nöqtəmiz ki var, bu 2 0 nöqtəsi deməkdir də. Çünki x oxu üzərindədirsə bir nöqtə, onun avtomatik olaraq y-i sıfırdır. Bu biri nöqtə isə 0,4 nöqtəsidir. Çünki bu da y oxu üzərində olduğu üçün bunun da x-i sıfırdır. Birinci x yazır, ikinci y. Birinci nöqtənin 2 0 nöqtəsinin y-i sıfırdır deyə ora 0 yazdıq. Digər nöqtədə isə x 0 olduğu üçün ora 0 yazdıq. Buna bizdə k bərabərdir. Y2 çıxılsın, y1 bölünsün, x2 çıx, x1. Xəttim maşallah. 4 çıxılsın 0 yuxarıda yazaq. Y-lərin çıxdım. Bir də x-lərin çıxsaq. Deməli 4 çıx 0. Bir də görüm düz yazdım mı? 0 4 2 0 düz yazmışıq bəli. 4 çıx 0, bir də 2 çıx 0. Bu da oldu 4 bölünsün 2. Cavabımız yenə də təbii ki 2 olacaq. Belə. Burada təbii ki k-mız mənfi ola bilməz. Fikir verin. Burada bizim k-mız nədir? Müsbətdir. Çünki iti bucaq əmələ gətirib. Onsuz da cavabda fikir versəz, deməli mənfi yoxdur. Növbəti sualımız. Radiusu 19 olan çevrənin mərkəzindən 25 sm məsafədəki nöqtədən çevrəyə qədər olan ən kiçik məsafəni tapın. Bir çevrə çəkək burada. Radius 19 olsun. Bu öz yerində. Deyir ki, çevrənin mərkəzindən 25 sm məsafədə. Bura 25 santimetrdir və bura radiusdur axı. Bura 19 imiş. Ona yerdə qaldı nə qədər? 6 santimetr. Həmin nöqtəyə qədər məsafə. Bura mərkəz olsun, burada bir A nöqtəsi olsun. Bizə deyir ki, həmin nöqtədən çevrəyə qədər olan ən kiçik məsafə təbii ki 6 santimetrdir. Aydın görünür. Ümumi 25 santimetr, radius 19-dur, yerdə qaldı 6 santimetr. Görüntüdə bir problem yoxdurmu? Yoxdur yəqin ki. 59 ifadəsinin qiymətini hesablayın. Bu da bəsit bir sualdır. Modul varsa uşaqlar, mənfi də o müsbət olurdu. Sonra 3 onda 3 onsuz da müsbətdir, problemimiz yoxdur. 2 də 2, 2-dir. 2 ilə 5-imiz yoxdur. 4 tam onda 2 olar bu. Bölünsün 2. Bu da 2 onda 1. Dostumuz burada deyəsən 2-yə bölməyib. Baxaq. 4 onda 2, bəli. 2 onda 1. Növbəti sualımız. Ölçüləri 3, 5, 8 olan paralelin tam səthinin sahəsində. Buna aid mən sual da vermişdim uşaqlar sizə. Sınaqlarda istifadə eləmişdik. YouTube-da paylaşdığımız. Biz deyirdik ki, S tam bərabərdir. 2 vurulsun AB üstəgəl BS üstəgəl AC. Əgər bizim düzbucaqlı paralelpetimizin tilləri ABC-dirsə, buna xətti ölçülər də deyilir, tillər də deyilir. ABC-dirsə 2 vurulsun AB üstəgəl BS üstəgəl AC kimi yazılır. Buradan cavabı rahat tapırıq. 2 vurulsun. Və A-mız 3 olsun, B-miz 5, C-miz də 8. Birinci 3-ü 5-ə vururam. 15. Sonra 5-i 8-ə vuraq. 40. Bir də 3-ü 8-ə vuraq. 24. Hamısını vurduq. 2 vurulsun. Bu oldu 64, o da 15. 79 mu olar? Bir də belə hesablayaq. 64, deməli, yox, daha doğrusu 55, o da 24. Bu neçə olacaq? Bu da olacaq 79. 2 dəfə 79, 140, 18, 158, Y variantı. 79 2-yə vurmayıb dostumuz. Səhvlərini də buradan gördük. Tərəfi 10 sm olan ABS kvadratında. Bir kvadrat fikirləşək. Qəşəng sualdır bu uşaqlar. Tanış sualdır əslində. Birinci tərəfi 10-dursa, sahəsi 10-un kvadratı, yəni 100 olacaq. Burası məlumdur. Sahəsi 100-dür. Digər tərəfdən nə iş görür? Deyir ki, kvadratında M və N uyğun olaraq BS və CD-nin orta nöqtəsidir. M BS-nin ortasıdır. Bura BS-dirsə, bura M orta nöqtədir. Yarı bölünüb. Bir də burada CD-nin də ortası N imiş. Bu da CD-dir. Bu da orta nöqtəmiz N-dir. Bu da buradan yarı bölünmüş olsun. Və bunu bura birləşdirib, və bunu bura birləşdirib. Orta nöqtələrə birləşdirib, əla. İndi gəlin biz fikirləşək uşaqlar.
Niyə bu sadə sualdır? Baxın, mən burada A-nı S-yə birləşdirdiyim zaman, yəni bunu hazır əzbər bilməsəz də olar. A-nı S-yə birləşdirdiyim zaman burada bir dənə üçbucaq var, düzbucaqlı. ABC üçbucağına baxın. Düzbucaqlı olmasının bir önəmi yoxdur. Sadəcə deyirəm ki, düzbucaqlıdır. ABC üçbucağına baxsaz uşaqlar, görəcəksiniz ki, ABC üçbucağında AM mediandır. Median nə iş görür? Sahəni 2 bərabər hissəyə bölür. Burada sizdən razıyam. Buna hətta S1 deyək, yarı bölündü. Digər tərəfdən bir də ADS düzbucaqlı üçbucağı var. Burada da AN mediandır. O da sahəni 2 bərabər hissəyə bölür. O da S2 deyə bölsün, tutaq ki. İndi fikir versəz, AC axı diaqonaldır. Kvadratda yaxud paralleloqramda diaqonal çəkdiyimiz zaman sahə 2 bərabər hissəyə bölünür. Yəni burada əslində 2S1-lə 2S2 eyni şeydir. O tərəfdə, bu tərəfdə bərabər sahələr olmalıdır. İkilər buradan getsə S1 bərabər S2 tapıldı. Yəni bu o deməkdir ki, bütün sahələr burada eynidir. Burada S1, S2 yazmağımıza ehtiyac yoxdur. Niyə yazdım? Hazır əzbər verməyək deyə, yoxsa S yaza bilərdim. Təbii ki. Amma izah etmək üçün. Onda bizim tərəfimiz 10-dursa, sahəmiz 100-dür. Bütöv sahə 10-un kvadratı 4 dənə bərabər sahəyə bölünübdür. Hərəsi 25-dir. Nə oldu? Görək. Aha. Bizdən AM S-ni istəyir bütövlükdə. AM S-in. Onda bura 2S-dir uşaqlar gördüyümüz kimi. 2S-ə uyğundur. 2S-imiz də nə olacaq? 2 dəfə 25 yaza bilmədim. 50. Yəni ümumi 4S 100-dürsə, təbii ki, 2S 50 olacaq da. 45 hardan gəlib bura? Cavabımız 50. Maraqlı bir sualdır. Bu elə də maraqlı deyil. Əbob AB vurulsun əkop AB bizə A vurulsun B-ni verirdi. Yəni sadəcə burada 32-ni 68-ə vurmalıyıq. Bu izah ediləsi bir şey deyil. Əbob AB vur əkop AB, A vur B-dir. Hazır qayda kimi bunu bilməliydiniz. Sadəcə burada 32-ni 68-ə vura bilirsiniz yoxsa yox, onu yoxlayırlar. 1 yadda, 13, 3 dəfə 8 24, 4 yazdım 2 yadda, 18 o da 2, 20. 6, 7, 1, 2, 2176 C variantı. Sinifdəki şagirdlərin sayı 30-dan çox, 40-dan isə azdır. Onları həm 2-2, həm də 3-3 oturtmaq mümkün olarsa, sinifdə neçə şagird var? Burada uşaqlar, bizim əvvəlcə bilməli olduğumuz budur ki, onlar həm 2-2, həm də 3-3 otura bilirlərsə, deməli həmin o ədəd ki var, şagird sayı həm 2-yə bölünməlidir, həm 3-ə bölünməlidir. Məsələn, 60 nəfər varsa, 2-2 də otura bilər, 3-3 də otura bilər. Amma deyək ki, bizdə var 6 nəfər. Düzdür, 2-2, 3-3 bölə bilirəm. Bir də olsun 9 nəfər. Sən 9 nəfəri 3-3 oturda bilirsən, amma 2-2 oturda bilmirsən axı. Deməli, sənin ədədin həm 2-yə bölünməlidir, həm də 3-ə bölünməlidir. Ona görə bizim ədədimiz 6-ya bölünməlidir. Çünki bir ədəd həm 2, həm 3-ə bölünürsə, 2 dəfə 3 6-ya da bölünür. Buna 6K demək olar. Deməli, bizim ədədimiz 6K 30 ilə 40 arasında yerləşməlidir. Çox bəsit. Nə iş gördüm? 30 ilə 40 arasında olsun, ədəd özü də 6-ya bölünsün. Təbii ki, bu çox rahat görünür. 31, 32, 33, 34, 35, 36. 36 burada təbii ki, uyğun olacaq. Dostumuz bunu düz yazıb, əla. Yəni bəsit bir sualdır. Həm də fikir versəz uşaqlar, çox bəsit. Bəsit sözünü çox istifadə elədim. Çox bəsit niyə? Çünki deyir ki, 2-2, 3 doğrultmaq mümkün olsun. 32 bura uyğun deyil axı. 32 3-ə bölünmür. 38 3-ə bölünmür. 34 3-ə bölünmür. Bir dənə 30 düşünə bilərdiniz. Bu da deyir ki, 30-dan çox. Necə 30 ola bilər ki? 64. Halva sualları idi. 4y çıxılsın x. Görə biz bunu necə ala bilərik? Biz bunu deməli, aşağını 5-ə vurmalıyıq. Amma yaxşı olmayacaq. Elə gəlin biz birbaşa hesablayaq bunu. Yuxarını 2-yə vuraq, daha sadə olsun. 2-yə vurduğumuz zaman 2y çıxılsın 2x bərabərdir 20. Aşağıda 2x üstə gəl y bərabərdir -23. Tərəf-tərəfə toplasaq 2x-lər islah getdi. 3y bərabərdir -3 tapıldı. Y-imiz onda -1 imiş. Bu türklər demiş cəbdə. Y -1-dirsə, -1 çıx x bərabər 10, -1-i ora atdıq. -x bərabərdir 11, x də bərabərdir -11. Hər ikisini tapdım. 4y çıxılsın x. 4 vurulsun -1 çıxılsın -11. Gerisi hesablamadır. Mənfi-mənfini müsbətləşdirdi. -4 üzərinə 11 gəlsəm, yəni 11-dən 4 çıxsam, bu da bizə 7 verər. Amma müsbət 7. A variantı. Sabir və Vahid müəyyən sayda qələmi elə böldülər ki, Sabirə 39, Vahidə isə bütün qələmlərin 48% çatdı. Nə qədər qələm var idi? Burada uşaqlar, biz nəyə başa düşməliyik? Vahidə bütün qələmlərin 48% çatıbsa, Sabirə neçə faiz çatıb? Təbii ki, müəllim 52%. Ümumi axı 100%-dir. İndi burada 52%-i 39 olan ədəd kimi də düşünə bilərsən. 39-u 100-ə vurub 52-yə bölsən, cavabı alarsan. Çünki ümumi soruşur axı hamısını. Ya da deyərsən ki, müəllim, mən tənasüblə daha rahat yazıram, 100% x olsun. Niyə 100%-dir ki, nə qədər qələm var idi. Ona görə mən də 100% axtarıram. Hər iki halından baxmaq olar. Eyni şey gəlib çıxacaq onsuz da x bərabərdir. 39-u 100-ə vuracağıq, 52-yə böləcəyik. 39 və 52 elə belə seçilməyib, hər ikisi 13-ə bölünür. Bu 3 dəfə, bu 4 dəfə.
100-ü də buradan 4-ə bölsək 25, 3 dəfə 25, 75. Dostumuz bunu da doğru yazıb, əla. Bax belə. Sonra ədədlərdən hansılar bu bərabərsizliyini ödəyir? 2x kiçik bərabər 8. Hər tərəfi 2-yə bölsək x kiçik bərabər 4 olacaq. Deməli 1, 2, 3, 4. Bunlar təbii ki, naturallardır. Bunlar ödəyir. Məsələn, burada 2 var, 4 var, 0 da var, ödənir. Yəni natural deməyibsə 0 da var, mənfilər də hamısı olar. Sadəcə elə bildim natural deyil. 6 olmaz təbii ki, 5 olmaz. Yəni 1, 2, 5. 5 olmaz deyirəm. Yəni 4-cü olmaz. 1, 2, 5. 5 dediyim 5-ci maddə. Ödəyir deyir də. Hanı bu cavabımız? 1, 2, 5. Y variantı. 3-cü və 4-cü uyğun gəlmədi, çünki 6 və 5 4-dən böyükdürlər. İfadəsini çoxəddi şəklində göstərin deyir, göstərək də. Birinci, bunu yüksəldərik kvadrata. 2x kvadratın xaricdən kvadratı var burada. Üzərinə gəl 2 vurulsun 2x kvadrat vurulsun 3y sadəcə y. Üzərinə gəl 3y-in kvadratı. Bu da olacaq. Yazım eybi yox, sonra baxarıq. 3y-in kvadratı. Burada isə uşaqlar belə bir incəlik eləyəcəyik. 2x kvadrat çıx 3y vurulsun. Yenə birinci 2x kvadratı yazıram. Üzərinə gəl 3y. Yerlərini dəyişdiyimdə, toplamları yerini dəyişəndə cəm dəyişmir ki. Ondan sonra bunu yüksəltsək kvadratı olacaq 4x üstü 4. 2x kvadratın kvadratı. Üzərinə gəl. Burada 2-ni vuraq 2-yə, 4 vuraq 3-ə 12. 12x kvadrat y. Bunu yazdıq. Sonra üzərinə gəl 3y-in kvadratı, bu da 9y kvadrat olar. Üzərinə gəl. Bunu vurub açsaq uşaqlar, yenə 2x kvadratın kvadratı, bu elə bilirik ki 4x üstü 4-dür. Bir də 3y-in kvadratı, bu da 9y kvadratdır. Bunlar islah getdi. Yerdə qaldı 8 dənə x üstü 4, üzərinə gəl 12x kvadrat y. Varmı belə bir şey? 6, 9, 9, 9, B variantı. Gözəl bir sual. 68. Maraqlı bir ehtimal sualı var. İki zəri eyni zamanda bir dəfə atıldıqda üst-üzə düşən xallar cəminin 6-dan kiçik olmaması hadisəsinin ehtimalını tapın. 6-dan kiçik olmaması uşaqlar nə deməkdir? İki xalın cəmi 6 ola bilər, 7 ola bilər, 8 ola bilər, 9 ola bilər, 10 ola bilər, 11 ola bilər, 12 ola bilər. Düzdür? Maksimum 6, 6, 12-dən. 12-dən yuxarı ola bilməz ki. Çünki zərdən maksimum 6 gələ bilər də. İndi biz bunu yaza bilərik. Birinci zər, ikinci zər. Görək nə qədər var imiş. Digər hallarda 1, 2, 3, 4, 5 daha azdır. Biz belə fikirləşək. Bu bizdən istəniləndir. Düzdür? Altdan kiçik olmaması. Altdan kiçik olması nədir bəs? 1, 2, 3, 4, 5. Biz gəlin buna baxaq. Çünki bu daha rahatdır. Axırda 1-dən çıxarıq. Çünki uşaqlar, bir hadisənin baş verməsi ilə baş verməməsinin hadisəsinin cəmləri, ehtimallar cəmi bizə 1-i verir. Yəni deyək ki, mən bir torbadan şar götürürəm. Deyək ki, 3 qırmızı şar var, 2 ağ şar var. Ağ çıxma ehtimalı 5-də 2-dir, qırmızı çıxma ehtimalı 5-də 3-dür. Toplasaq nə olacaq? 5-də 5, 1 tam. Bax bu cür. İndi burada da mən fikirləşirəm ki, 6-dan kiçik olsun. 6-dan kiçik olsa çıxaram, cavabı taparam. 1-dən çıxaram. Gəlin fikirləşək. 6-dan kiçik olmaması demirdi. Bu nə deməkdir? 6, 7, 8, 9, 10, 12. Burada daha çoxdur axı. Bunları yazsam daha uzun çəkər. Məsələn, zərlər cəmi 1 ola bilməz ümumiyyətlə. Düzdür? 2 zəri eyni anda atdım. 1 necə ola bilər ki? 1 mümkün deyil. Çünki minimum 2 olacaq da. 2 olması üçün bəli, 1 buradan gələr, 1 buradan gələr, bu getdi. 3 olması belə olar. Buradan 1, buradan 2 gələr, buradan 2, buradan 1 gələr. Bu da getdi. 4 olması ya 1 3-dür, ya 3 1-dir, ya da 2 2-dir. Cəmi 4 olsun deyə. 5 olması isə uşaqlar nə ola bilər? 1 4. Bəli. 2 3. Bəli. 3 2. Bəli. 4 1. Bəli, bitdi. Cəm deməli 5 olması üçün bu qədər hal var da. 1 4 4 1 2 3 3 2 başqa da bir şey yoxdur. Bu bizə lazım olmayanlardır. İndi gəlin sayaq. 1 2 3 4 5 6 7 8 9 10 dənə hal var. Deməli biz 2 zər atırıqsa, mümkün hallar ümumi 36-dır. Elə deyilmi? 2 zər atanda 6 vur 6 36. Lazım olmayanlar 10 dənə oldu. Bunu hesablasaq bu 18-də 5-dir. Bu lazım olmayanlardır. Lazım olanlar hansıdır? 1 çıxılsın 18-də 5. Yəni 18-də 13. Dostumuz bunu halal olsun düz yazıb. Məntiqi başa düşdükmü? Mən lazım olmayanları tapdım, 1-dən çıxdım. Lazım olanlar çünki daha uzun çəkəcəkdir. İndi cəmi 12 olması üçün gör nə qədər hal var. Cəmi 12 olması üçün yoxdur. Cəmi 6 olması üçün məsələn 1 5 2 4 4 2 sonra nə var orada? Sonra 1 5 5 1 dedik hamısını.
1, 5, 2, 3, 2, 4. 4, 2, 3, 3 var. Sonra 7-də yenə 1, 6, 2, çox uzun şəkildə 2, 5, 3, 4, 4, 3, 5, 2. Məncə mən daha tez yazdım. Həm də ehtimal olaraq da fikir verin, bu daha çoxdur axı. 18-də 13-ü yazmaq daha uzun çəkir. 18-də 5-i yazmaq daha tezdir. Daha az hal var. Yəqin ki, onu gördünüz. Sualımıza baxaq. Bizə deyir ki, bura A-dır, bura B-dir. Burada B var, burada S var. Bu necə B-dir? Burada da S var. Deyir AD 15-dir. AB 7-dir. Onda BD-yə nə qaldı? 8 qaldı müəllim. 15 çıx 7, 8. Deyir ki, BS SD-yə bərabərdir. Nə var ki burada? Ona 4, 4 deyə bölünüb də 8. BS-ni tapın. Uşaq oyuncağı idi. Zarafat edirəm təbii ki. İfadəsini sadələşdirin. Burada uşaqlar nə edəcəyik? Birinci x kvadratlar göydə getdi. Baxan kimi getdi. Heç fikirləşmədi. Y-in bir dənəsi ilə bunun bir dənəsi gedər. Yuxarıda y kvadrat var. 2 dənə y vuruq var. Biri getdi. Sonra burada 15 ilə 25 hər ikisi 5-ə bölünər. Bu 5, bu 3 olacaq. Sonra buradakı bir dənə A ilə bu 8 dənə A-nın biri getdi, 7-si qaldı. Yəni aşağıda qaldı 5, A üstü 7, yuxarıda qaldı 3 vur 2, 6 Y. Birinci A üstü 9, yuxarıda nə gəzir? Burada vurma var axı, uşaqlar bunu bölmə görüb yəqin. 9-lar yoxdur. Birdən vurma olur, mən bölmə görürəm. O ayrı bir. Bu A variantıdır. 6 eləyib bölünsün 5 A üstü 7. Çünki orada vurma var. Bölmə olsa tərsinə çevirib, hə, orada nəsə A üstü 9 o da aşağıda olardı. Yuxarıda A üstü 9 niyə olsun ki, əzizlərim? Heç cür mümkün deyil. Deməli, ifadəsinin qiymətini hesablayın. İlk olaraq burada bu çıxmanı yerinə yetirək. Nə qədər sualımız var bizim? Biz neçə saatdır buradayıq? Hələ bu qapalı suallardır. O, gəlin yavaş-yavaş izah edirəm. Biraz sürəti artırım, yaxşı. İfadəsinin qiymətini tapın. Deməli uşaqlar, burada birinci biz ortaq məxrəc tapaq ya da ki, birbaşa çevirə bilərik düzgün olmayan kəsrə. Hər ikisi mümkündür. Ortaq məxrəcimiz 9 olardı. Deməli bunu belə yazaram. 2 tam 9-da 3. Yəni bunun aşağısını, yuxarısını 3-ə vururam. 9-da 3 olur. Çıxılsın 1 tam 9-da 1. Bu da oldu 1 tam 9-da 2. 2-dən 1-i çıxdım 9-da 3-dən 9-da 1. 1 tam 9-da 2. Bunu çevirsəm düzgün olmayan kəsrə 1 dəfə 9 9, o da 2 11. 9-da 11. Burası əla. Birinci hissəsi idi. İndi uşaqlar 9-da 11-i bölürəm. Bu kəsrə bölə bilmərəm. Bunu çevirməliyəm düzgün olmayan kəsrə. Çünki qarışıq ədəd bölmə olmur. Bunu yazıram nə? 7 vur 3, 21, o da bir 22. Bölünsün 3-də 22. Xəttim çox pis oldu nəsə bu videoda. Normalda bu qədər pis deyil. 4-də 3. Buradan nə iş görürəm? 9-da 11 vurulsun 22-də 3. Üzərinə gəl 4-də 3. 9 ilə 3 getdi, burada 3 qaldı. 11 ilə 22 getdi, burada 2 qaldı. Bu oldu 6-da 1 üzərinə gəl 4-də 3. Ortaq məxrəcimiz 12 olsa, bunu 2-yə, bunu 3-ə vurarıq. 9 o da 2, 11. 12-də 11. C variantı. 1,12-də 11 məni çaşdırırdı. 72. Klassik A minus B, A plus B sualları mütləq hər imtahanda bir dənə olur. 48 çox 32, 48 üstə gəl 32. Sonra 21 çıx 19, 21 üzərinə gəl 19. Yuxarıda 16 vurulsun, deməli 70, 80, 2 vurulsun 40. 80 ilə 40 getdi. 2 alındı, 16 ilə 2 getdi, 8 oldu. 8 dəfə 2, 16. Məsələmiz həll olundu. Qapalı suallarda yenə cavablar var idi. Burada biraz diqqətli olun, səhv eləməyək. Sonra yazırsınız 80 dəfə müəllim filan sualda səhv oldu. Deməli 2 vurulsun 30, 40. 2 alındı, 8 alındı. Əla. İfadəsinin qiymətini hesablayın. Burada uşaqlar A minus B, A plus B-dən yenə A minus B, A plus B olacaq 6-nın kvadratı, bir də 2 kökdə 15-in kvadratı. Bu da oldu 4-cü dərəcədən. 36 çıxılsın. 2 kökdə 5-dir. 15 olsa deyirəm axı bu nəsə mənfi oldu. 2 kökdə 5-in də kvadratı 4 dəfə 5, 20. Bu da oldu 4-cü dərəcədən 16. 16 nədir uşaqlar? 2 üstü 4-dür. Buradan da cavabımız təbii ki 2 olacaq. Y-in hansı qiymətində nöqtələr arasındakı məsafə 2-yə bərabərdir? 2 nöqtə arasındakı məsafə tapanda uşaqlar nə edirdik? 5-dən çıxırdıq y, yəni y-ləri çıxırdıq, yüksəldirdik kvadrata. Üzərinə gəlinsin. X-ləri çıxırdıq 4 çıx 6. Yüksəldirdik kvadrata. Məsafəmiz 2 olsun deyir. Mən də belə yazdım. İndi buradan elə bunu birbaşa köksüz yazıram. Niyə köksüz yazdım? Burada da mənfi 2 alınırdı. Çünki hər tərəfi yüksəltsəm kvadrata, buradan kök yoxa çıxdı, sağ tərəfdə isə 4 alındı. Bir də xoşbəxtlikdən fikir verin, 5 çıx y-in kvadratı üzərinə gəl 4 bərabərdir 4. 4-lər islah getsə, deməli 5 çıx y-in kvadratı 0 olmalıdır da. 0 olduğu halda
üzərinə 4 gələndə 4 alınır. 0-ın üzərinə 4 gəlsən 4 alınır. Deməli, buradan da 5 çıx y özü 0 olmalıdır. Deməli, y-imiz 5 olmalıdır ki, 5 çıx y 0 olsun. Deməli, 5 imiş. Kifayət yoxlaya bilərsiniz uşaqlar. Məsafələr bax, y-lər eyni olduğu üçün bu deməli y oxu üzərindən gedir. 4, deməli neçədir bu? Daha doğrusu 4, 5, 6, 5. 4 ilə 5 arasında məsafə 2, daha doğrusu 4 ilə 6 arasında məsafə 2, düzdür. Düz demişik. Bərabər yanlı üçbucaqda yan tərəfə paralel olan orta xətt. Üçbucağı çəkək burdan. Bərabər yanlıdır. Yan tərəfə paralel olan orta xətt. Orta xətt təbii ki, yan tərəfə paralel olardı. Yəni yan tərəf demək istəyir də, burdakı orta xəttdən söhbət gedir. Başa düşdüm şərtini demək istədim. Başa düşmüdüm deyəndə, yəni məntiqi rahatdır. Demək istəyir ki, o biri tərəfin, yəni yan tərəfin yarısı olsun da, onu demək istəyir. Deyir ki, burada orta xəttin uzunluğu 4-dür. Bu 4-dür uşaqlar, bura 8-dir. Biz bilirdik axı, orta xətt paralel olduğu tərəfin yarısıdır. Bu tərəfdə 8 olacaq, çünki bərabər yanlıdır. 8, 8, 16. Burada x olarsa, perimetrimiz nə olacaq? 8, 8 və x. Bunu da bizə 22 verib deyə, x üzərinə gəl 16 bərabərdir 22. X bərabər 22 çıxılsın 16, yəni cavabımız 6 olar. Burada 6 olsa, həqiqətən də 16, o da 6, 22 olacaq. Kazım öz puluna 8 dəftər, 5 karandaş və ya 6 dəftər, 8 karandaş ala bilər. Dəftərin qiyməti karandaşın qiymətindən neçə dəfə çoxdur? Deməli, Kazım öz puluna ya 8 dəftər, 5 karandaş ala bilər. Biz bu sualda baxmışıq. Yaxud da 6 dəftər, 8 karandaş ala bilər. Bərabərdir də bu qiymətlər. 8 dəftərlə 5 karandaşın qiymətləri cəmi, 6 dəftərlə 8 karandaşın qiymətləri cəmi eynidir. Buradan 6 dəftəri bura atdım, 5 karandaşı bura atdıq. 8 dəftər çıx 6 dəftər bərabərdir 8 karandaş çıx 5 karandaş. Buradan oldu 3 dəftər bərabərdir 2 karandaş. Hə, buradan uşaqlar məsələ 2 yox 3. Nə oldu bu? 2 səhv yerə yazmışam. 2 dəftər 3 karandaş olacaq. Aha. Buradan uşaqlar biz dəftərə 3K deyirdik. Karandaşa indi 3K deməyib, K çünki istifadə olunub, 3M deyək. Karandaşa nə deyəcəm uşaqlar? Buna da 2M deyəcəm. Belə bir şey yazırdıq. Yaxud da dəftərin qiyməti karandaşın qiyməti neçə dəfə çoxdur? Burada 1/5 olacaq. Biz nəyi axtarırıq? Dəftərin qiyməti karandaşın qiymətindən. Yəni dəftər bölünsün karandaş. Məsələn, mən deyirəm ki, bir kitab 20 manatdır, o biri 10 manatdır. 20 manatlıq kitab 10 manatlıq kitabdan 2 dəfə bahadır. Niyə? Çünki 20/12. Burada da dəftərin qiymətini karandaşın qiymətinə bölməliyəm. Bu nəyə bərabər olar? Fikir verin, məntiqə baxın. Düzdür, indi tapmışam oradan. 3M/2M dəftər bölünsün. Deməli, karandaşın qiyməti bu 1/5 onsuz da. Sadəcə buradan da göstərmək istəyirəm. Burada fikir verin. Karandaşı nəyə vurublar? 3-ə vurublar. 3-ü yuxarıda yazıram. Çünki çarpaz vuranda 3 yuxarıda olmalı. Dəftəri aşağı yazdım. 3-ü böləndə 2-yə 1/5 düz demişik. Bir dənə burada səhv eləməyək. 6 dəftər, 8 karandaş. Deməli, 3 karandaş, 2 dəftərdir. Bəli, düzdür. Uşaq anadan olanda atası 25 yaşında idi. İndi onların yaşları cəmi 45 olarsa, uşağın neçə yaşı var? Burada uşaqlar, məsələ budur ki, ata və uşaq arasında, ata yoxdur burada. Hə, ata nədir bu? Anadan olanda, ana dedim, nə əlaqə? Uşaq anadan olanda atası 25 yaşında idi. Demək ki, arasında uşaqla atanın 25 yaş fərq var və bu fərq heç vaxt pozulmayacaq. İllər ötsə də, ata qocalsa da, Allah bütün valideynlərə ömür versin, uzun ömürlər versin. Mütləq aradakı yaş fərqi eyni qalacaq. Onda mən deyirəm ki, bura ata yazaq, bura oğul yazaq. Deməli, oğulun x yaşı olduğu zaman atanın x üstə gəl 25 yaşı var. İndi onların yaşları cəmi 45 olarsa, deməli x üstə gəl 25. Axı bu fərq heç vaxt pozulmur. Oğlun 10 yaşı da olsa, atanın olacaq 35 yaşı. Oğlun 40 yaşı olsa, atanın olacaq 65 yaşı və s. Həmişə aradakı 25 fərq qalacaq. Ona görə x yaza bilərik. Cəm 45 imiş. Bu oldu 2x üstə gəl 25 bərabərdir 45. 2x bərabərdir 20, x bərabərdir 10. X 10-dursa, oğlun 10 yaşı, atanın 35 yaşı var. Həqiqətən də aradakı fərq 25 oldu, yaşları cəmi 45 oldu. Uşağın neçə yaşı var? 10 yaşı var. Hə, gəldik ətraflı suallarımıza. Sizi yoran suallar. İki fəhlə birlikdə tapşırığı 8 saata yerinə yetirir. Birinci fəhlə təklikdə həmin tapşırığı ikincidən 12 saat tez yerinə yetirər. Yazıram birinci fəhlə, buraya yazıram ikinci fəhlə. Görə bu dəfə səhv sual varmı? Deyəsən yoxdur bu dəfə. Çünki elə də mürəkkəb suallar da bildiyimiz suallardır. Yenə baxarıq qismət. İkinci imtahan yazıq, ikinci zonadan imtahan verən uşaqlar. İki fəhlə birlikdə tapşırığı 8 saata yerinə yetirirsə, bu yadımızda qalsın. Birinci fəhlə təklikdə həmin tapşırığı ikinci fəhlədən 12 saat tez yerinə yetirir. Yəni ikinci fəhlə T zamanda yerinə yetirsə, birinci fəhlə T-12 saat zamanda yerinə yetirər. Niyə? Çünki 12 saat tez görür də. Mən 20 saata görürəm, sən 8 saata. 20-dən 12-ni çıxmalıyam ki, 8 deyim. Sən tez yerinə yetirirsən axı. Birinci fəhlə ikincidən 12 saat tez yerinə. Əla.
İndi uşaqlar, birinci fələ işin T-12-də birini görəcək. Həmişə deyirik də 5 saata işi bitirirsə, 1 saatda işin 5də birini görər. Digəri də uşaqlar T-də birini görəcək. Buna da razıyıq və birlikdə işin 8də birini görəcəklər. Toplayıb yazırıq. Bu belə standart məsələdir. Bunu görmüşük əvvəllər. T-12. Ortaq məxrəcimiz T vurulsun T-12. Buranı T-yə vurarıq. Buranı T çıxılsın 12-yə vurarıq. T üzərinə gəl T-12 bərabərdir 8də 1. Bunu da hesablayaq. Aşağıda oldu T kvadrat çıx 12T. Yuxarıda oldu 2T çıx 12 bərabərdir 8də 1. Çarpaz vursaq bunlar uşaqlar. T kvadrat çıxılsın 12T bərabərdir 16T çıxılsın 96. Hamısını bir tərəfə yığsaq, T kvadrat çıxılsın 28T üzərinə gəl 96 bərabər 0. Burada mən deyə bilərəm ki, bizim köklərimiz tapıla bilər. Nə olacaq bizim köklərimiz burada? Deməli, hasili 96 cəmi 28 olsun. Taparıq. 6, 16. 6, 16 yox, 8, 16. Alınırmı? 90. 6 dəfə 16, 96. Bir də nə ola bilər? 8-i vuranda 12-yə olur. Biraz da artıraq. 96 daha da yaxınlaşdırmaq lazımdır. Nə ola bilər başqa? Daha yaxın nə var ki? 11 vur 11 olmayacaq ki. 12, 8. 96. Səhv hesablamadıqsa taparıq. Deməli, diskriminata getmək istəmirəm, düzü. Viyetlə rahat gedə bilərik burada. Hasili 96 cəmi 28. 18. Sonra nə var başqa? 12, 16. Yox, yox, olmadı. Görüm səhv yazmamışam, bir də baxacam. Deməli, T kvadrat çıx 12 də 16T çıx 80, 16, 96. 96-nı bu tərəfə atdım, düzdür. Yaxşı, diskriminatla yazaq, amma taparıq. Diskriminat, düzü mən istəmədim diskriminat yazmaq. 4 dəfə 96. Niyəsə ağlıma gəlmədi. 96 isə sadə bir ədəddir, çətin bir şey. Sadə ədəd deyil, yəni sadədir tapmaq. Sadə bir ədəddir. Deməli, 32. Aha, tapdım. Yoxsa yox. 32 vur neçə? 3 var, 96. O da olmadı. 28, 3 dəfə 32, 96. Daha bundan yaxın nə ola bilər ki? 4 vurulsun neçə? 96-nı 4-ə bölün uşaqlar. 2, 16 da 4. 4 vur 24 tapdım. Deyirəm də bu hara gedəcək ki? Bu buralardadır. 4 vur 24. Neçə oldu? 80 oldu, 96. Cəmi də neçə oldu? 28. Deməli düz tapmışıq. T ya 4-dür uşaqlar, ya da ki 24. Hər ikisi mümkündür. İndi baxıram ki, burada T 4 olsa 4 çıx 12 cavab mənfi olacaq. Bu da mümkün deyil. T'miz 4 ola bilməz. T'miz neymiş? 24 imiş. 24 isə bu oldu elə 24. Bu isə oldu 12. Nə soruşur? Birinci fəaliyyət təklikdə bu tapşırığı nə qədər vaxtda yerinə yetirər? 12 saatda yerinə yetirər. Yaxşı ki, tapdıq ha. Üstüva vurduq az qala ki, müəllim onu tapa bilmədi. Düzbucaqlının bucaqlarından birinin tənböləni. Görək bu nə deməkdir? Həmişə düzbucaqlı suallar asan düşür ətrafda. Görək bu necə olacaq? Birinin tənböləni, bucaq 90 dərəcədir bu arada, onun tərəfini yarı bölür. Belə bir tənbölən çəkiblər. Heç 90 dərəcə lazım deyil burada deyəsən. Alfa alfa deyə bölünsün. Buranı da yarı bölüb. İndi daxili çarpazlıqdan burada alfadır. Fikir verin. Z hərfi, daxili çarpazlıq. Onda belə çıxır ki, bu bura bərabər oldu. Axı bərabər yanı üçbucaq oldu alfa alfadan. Deyir ki, kiçik tərəfi 4. Burada 4-sə burada 4-dür. Onda burada 4-dür. Deməli burada 8. Bitdi də. Perimetr nə var ki, tapmaq. Hazır. Çox bəsit sualmış, görürsünüz. P bərabərdir 2 vurulsun, 4 üstə gəl 8. Yəni 2 dəfə 12. Cavabımız 24 olacaq. 24. Sonra stolun üzərindəki bu oxşarlıq sualıdır. Uzaqdan gördüm. Əvvəllər görmüşəm belə türk sualları. Deməli burada bir qələm var. Bunu belə yazacağam. Belə yazım. Bu bir qələmdir. Qələm yox, şam qələmdir. Nə yazır orada? Qələm deyirmiş. Çox üzr istəyirəm. Amma bu şam olsa daha məntiqli olmazdı. Nəysə, eyb yox. Belə bir qələm var imiş burada. Deyir ki, qələmdən 150 santimetr məsafədədir bu fənər. Bu bizim fənərimizdir. Burada bir fənər şəkli çəkək tutaq ki. Bu da qələmimizdir. Belə bir qələm olsun. Belə bir qələmimiz var. Deməli, buradan 150 santimetr məsafədir. Qələmin arxasındakı divarda 48 santimetr uzunluğunda kölgəsi əmələ gəlir. Gəldim belə, burada bir kölgə əmələ gəlib, həmin qələmdir. Belə bir qələmimiz var. Kölgəsi əmələ gəldi, bunu hətta belə birləşdiriblər. Bu 48 santimetrdir. Bunu da 150 aydın yazaq. Və burada bizə deyir ki, qələmin hündürlüyü 30 santimetr olarsın. İndi burada uşaqlar, biz bilməliyik ki, burada 90 dərəcədir yəqin ki, dik duran deyir. 90 dərəcə var burada. Onda burada 90 dərəcə, kölgə də eyni dərəcədə olacaq. İndi desəm ki, bura bir alfadır. Deyərsiniz ki, mənim burada alfadır. Niyə? Çünki bunlar paraleldir. İki qələm də düz dayanıb. Yəni bir yer var, düz bir masa var. Hər ikisi eyni bir düz xəttə perpendikulyardır. Onda bunda bir-birinə paralel olan iki dənə xətt yaranacaq burada.
Mən də deyirəm ki, bura bir x olsun. İndir uşaqlar, burada deyək ki, məsələn, betadır. Oxşar üsulları gördük artıq. Siz təbii ki, burada hərflərlə yaza bilərsiniz, göstərə bilərsiniz. Mən indi biraz sürətli yazıram. Betanın qarşısı kiçikdə 30-dur, böyükdə isə 48-dir. Yəni həll qaydası budur əslində. Digər tərəfdən alfanın qarşısı burada 150-dir. Böyükdə isə alfanın qarşısı 150 üzərinə gəl x-dir. Məsələ bitdi. Bunları x-lər apar neçəyə? 6-ya apar, bu 5 olacaq. Bu 8 olacaq, 6 dəfə 8 48. 150 ilə də 5-i 5-ə apar. Bu 1, bu 30 olacaq. İndi çarpaz vursaq 150 üzərinə gəl x bərabər 30 dəfə 8 240. X də burdan 240 çıx 150, yəni 90 olacaq. Deməli, qələm ilə kölgəsi arasındakı məsafəni tapın 90 sm. Gəldim son sualımıza. Bu dəfə uşaqlar çox dəhşət çətin suallar görmədim. Yəni heç bir səhv sual yoxdur deyəsən, bilmirəm. İndi belə iddialı danışmayım, sonradan çünki baxanda nəsə görürsən, biraz tez-tez yazıram deyə. Amma yəni belə tərəddüdə qalmadım ki, görəsən bu sualda bir səhvlik varmı? Ola bilər ki, sonradan araşdıranda görə bilək. Amma hal-hazırda görmədim. Ən azından şagird də belə yazsa görməyəcək ki, nəsə bir səhvlik var yoxsa yox. Amma digər imtahanda var idi. Orada görürdün ki, yazmaq olmuş. Bura rus dili olsun, burada ingilis dili olsun. Burada bir rus yazaq. 22 şagirddən ibarət sinifdə yalnız rus dili fənnindən məqbul qiymət alanların sayı yalnız ingilis dili fənnindən məqbul qiymət alanların sayından 3 nəfər azdır. Yəni ingilis dilində x nəfər varsa, rusda x çıx 3 olacaq. 3 nəfər azdır çünki. Həm rus, həm də ingilis dili fənnindən məqbul qiymət alanların sayı isə 7 nəfərdir. Yalnız ingilis dili fənnindən məqbul qiymət alanların sayını tapın. 22 şagird var uşaqlar. Bura onda yazıram 22. Ümumi çünki birləşmə 22-dir. X çıx 3 üzərinə gəl 7, üzərinə gəl x bərabərdir 22. Buradan 2x üzərinə gəl 4 bərabər 22. 2-yə bölək hər tərəfi. X üstə gəl 2 bərabərdir 11, x də bərabərdir 9. Burada deməli 9 olsa uşaqlar, 9 çıx 3 6 olacaq. Burada 9-dur. Deyir ki, yalnız ingilis dili fənnindən məqbul qiymət alanların sayı 9 nəfərdir. Hesablayaq görə düz demişikmi? 6, 7, 9 necə olur? Demək 16, 6, 22 düz demişik bəy. Əla. Belə əziz şagirdlər, sualların sayına baxın bir dənə görüm hamısına baxmışıqmı? Hamısına baxmışıq, yəni gözümüzdən nəsə qaçmasın. Belə, sağ olun, özünüzə yaxşı baxın. Növbəti videolarda görüşənədək əziz şagird.